Salam əziz şagirdlər, bugünkü videoda 13 aprel 2025-ci il tarixində keçirilmiş 9-cu siniflər üçün buraxılış suallarının ingilis dilini suallarını, testlərini izah edəcəm. Deməli, 5-ci, 6-cı, 7-ci suallar short tekstlərdir. 5-ci sualın cavabı C variantıdır. Deməli, burada deyir ki, yay kampı haqqında danışır və C variantı isə doğrudur. The camp provides children with different activities. Camp uşaqları müxtəlif növ aktivitelərlə təmin edir. Burada ikinci cümlədə də yazılıb. We have fun games, arts and competitions. 6-cı sualda deməli, you are invited to my birthday party. Ad günü qonaqlığıma dəvət edilirsən. It will be on Saturday at 3 p.m. at my house. Evində keçiriləcək. Ona görə də A variantındakı restoran səhvdir. B variantında visitors should wear official dresses for the birthday. Yəni qonaqlar ad günü üçün xüsusi don geyinməlidirlər, yox. Çünki burada yalnız you have to wear a special costume for the birthday party. Yalnız onu qeyd edir və xüsusi kostyum olduğunu qeyd edir. Official dress olduğunu yox. Ona görə də C variantında isə on Monday yazılıb. Burada isə on Saturday'dir mətnin içərisində. Ona görə C səhvdir. D variantı doğrudur. Jane should wear a specific dress for the birthday. Məktub Jane-ə yazılıb və Jane dostudur Clara'nın və o xüsusi kostyum geyməlidir. 7-ci sualda deyir ki, thanks for applying for the job as a lawyer. Hüquqşünas vakansiyası kimi hüquqşünas üçün işə müraciət etdiyiniz üçün çox sağ olun. Deməli, onu intervyuya dəvət eləyir. We would like to invite you for an interview. Məktub Jessica-ya yazılıb və deməli Jessica intervyuya dəvət edilir. Buna görə də cavab A variantı olacaq. Jessica is invited to the interview on September 21st. Sentyabrın 21-də. Keçək 13-dən olan suallara. Deməli, burada I met, 13-cü sualın cavabı A variantı. I met an old friend in the street while I was on my way home. Küçədə olarkən, yəni evə doğru gedərkən küçədə köhnə bir dostumla rastlaşdım. Azərbaycanca belə bir ağlımızdan keçdiyi üçün A variantını seçə bilərik. 14-də dear elə bir sözdür ki, həm təki, həm cəmi eynidir. Bunun tək yoxsa cəm olduğunu qərar vermək üçün feilə baxmalıyıq. Feilimiz have-dir. Deməli, mən dear-i Z ilə əvəz etməliyəm, cəm əvəzliklə əvəz eləməliyəm. Birinci tərəf təsdiqdir, ikinci tərəf inkarda olacaq və cavab don't say B variantı. 15-də bizdə opposite meaning, yəni əks mənanı istəyir. Bu isə forget, unutmaq, remember, xatırlamaq A variantıdır. 16-da both and-lə işlənir, neither nor-la not only but also olmalıydı. A isə or-la işlənir. Doğru variant C variantı neither nor-dur. 17-ci sualda match the words to their definitions. Sözləri definitionlara uyğunlaşdırırıq. Exhibition sərgidir, ona görə də public show-la uyğunlaşdırırıq. 1C. Dessert deməli sweet food deməkdir. 2-yə olacaq B. Desire, arzu, strong wish-lə sinonim olacaq. 3A oldu B variantı. 18-də which word means the person who is ahead of a school? Məktəbin rəhbəri, yəni head, principal sözünün sinonimidir. Yəni E variantı seçirik. 19-da the language courses cəmdə olduğu üçün iki isim yanaşı gəlib, ikinci ismə baxırıq. Cəmdə olduğu üçün cəm xəbərlər are və were seçəcəm. 2, 3, Y variantı. 20-də I don't think. Deməli, baxırıq. Have to modal feilinə not yapışmaz. B variantında will be olmalıydı orada. Will be able. D variantında yenə won't be. Won't-dan sonra be gəlməlidir. Should burada cümlənin daxilində to verilib. To is should to-la işlənməz. Cavab qalır C variantı. Will be able to. Keçək 21-ci suala. 21-ci sualda baxırıq. Last month var. Keçən ay. Deməli, biz burada fokuslanmalıyıq keçmiş sadə zamanı. Bu isə D variantıdır. Did you spend a lot of money in the market last month? 22-də Mike laid on the bed. Yəni, çarpayının üzərində uzanarıq. Ona görə də on the bed C variantı 22.
23-ə baxırıq. Someone stolen his suitcase. Passive voice-də çevirməliyik. His suitcase götürəcək, mübtədə eləyəcək. Suitcase təkdə olduğu üçün baxırıq. Stole keçmiş sadə zamandır. Deməli, to be-nin keçmişi lazımdır. Təkdə və keçmiş was olacaq və steal, yəni oğurlamaq feilinin participle to forması stolen olur. Ona görə də cavab B variantı. 24-də trousers həmişə cəmdə olan isimdir. Ona görə də biz onu cəmdə olan əvəzliklərlə, təqillərlə işlətməliyik. Bu isə olacaq C variantı. I like those trousers, but I don't like. Yenə söhbət trousersdən getdiyi üçün, onların rəngini xoşlamadığı üçün, yəni onun rəngini bizdə tək hesab olunur, amma trousers cəmdir. Ona görə də C variantında these və their-lə olacaq. Yəni, I like these trousers, but I don't like their color. 25-də which pairs are synonyms? Hansı cütlər sinonimdir? Correct, true, ikisi doğru deməkdir. Ona görə bir götürülür synonim. Empty, boş, crowded, basabas antonimdir. 3-də different, eyni, same, fərqli. Different, fərqli, same, eyni. Bunlar da antonimdirlər. 4-də elegant, attractive, ikisi də cəlb edici, elegant anlamında. Ona görə də 4-ü biz synonim götürə bilərik. 1, 4.